sizin media nümayəndələrinin çox böyük rolunuz var bu sahədə. Və deyə bilərəm ki, mən bəzi hallarda xoşa gəlməz hallar haqqında sizdən öyrənirəm. Sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir və deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır, amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları da bilməlidirlər. Onların işinə təkcə deməli, prezident administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir. 102 xəbər, info və inforum xəbər TV izləyiciləri. Biz bugün Tovuz rayonunda Pərvanə ananın evindəyik. Buyur Pərvanə xanım, özünüzü təqdim eləyin, müraciətinizlə bağlı və müraciət eləyə bilərsiniz. Mən Əhmədova Pərvanə Allahverdi qızım. Oğlumla bağlı sizə müraciət eləmək istəyirəm. Buyurun ana. Mənim oğlum 2024-cü ilin sentyabrında avtoqəza keçirmişdir. Avtoqəzaya səbəb olan gecənin o vaxtında traktor olmuşdur. Aha, bəli. Traktorun qabağına keçdiyi halda bu ötmə əməliyyatı eləmək istəyib. Qarşıdan gələn də... Sizin oğlunuz? Bəli. İşıqları çox zəif imiş. Mənim oğlum sanıb ki, o biraz aralıdır, rahat keçə bilərəm. Traktor dönmə əməliyyatı eləyibdir. Oğlum eləyən moment traktor yenidən öz yoluna düzəlibdir. Qarşıdan gələn də maşın sürətli gəldiyi üçün bir-birlərinə dəyib toqquşma oldu. Burada xəsarət alan da oldu. Mənim oğlum da xəsarət aldı, qarşı tərəfdə xəsarət aldı. Oğlum nə hadisə yerindən qaçmayıbdır, nə içkili olmayıb, sənəd dokumenti, hamısı yerində. Xəstəxanaya götürüldülər. Onlar da mənim oğlum. Xəstələrimiz. Bəli. Xəstəxanaya götürüldülər. Orada 5 gün yatdılar. Neçə xəstəmiz oldu ana? 4 xəstə onlar idi, bir də mənim oğlum idi. 5 gündən sonra xəstənin ikisi yaxşı olduğu üçün evlərinə apardım. Özüm evlərinə qoydum. Nə lazımdır, gücüm çatan qədər. Sağalan xəstələrimizi evində yerləşdirdiniz. Bəli, evində yerləşdirdim. Ondan sonra bu birisi xəstələri Gəncəyə götürdülər. Çünki orada xəstənin biri onkoloji qan xərçəngi idi. Biz maraqlandıq, sanki qan da verdi. Xəstələrimizi evinə apardıq. Evlərinə yerləşdirdik, çıxdıq, gəldik. Bəli. Ondan sonra Gəncə şəhərinə o birisi xəstələrin arxasınca getdik. Xəstələrə qan köçürməyə köməklik elədik. Bəs evinə yerləşdirdiyimiz xəstələrin arxasınca getdiyiniz məlumatınız oldu mu? Arxasınca getdik, gücümüz çatan bazarlıq elədik. Yəni xəstə yanına getdiyimiz üçün. Biz oradan qayıdan zaman bizə zəng gəldi. Saloğlu şirkətindən Kərim adlı bir şəxs. Bizə dedi ki, bir də mənim xəstələrimi narahat elədi. Üzr istəyirəm ana, o Kərim onların ailə üzvləridirmi? Xeyr, ailə üzvləri deyil. Bacıları orada işləyir. Hə, xəstə olan qardaşımızın bacısı orada işləyir. Xəstələrin bir bacısı, iki bacısı olar dediyinə görə iki bacısı orada işləyirmiş. Saloğlu'da. Bəli, Saloğlu şirkətində orada işləyirmiş. Onlar da bizə dedi, mənim xəstələrimi narahat eləmə. Kərim müəllim sizə müraciət elədi ki, mənim xəstələrimi narahat eləmə. Narahat eləmə. Mən bilən Kərim mənim bunların ağsaqqalıymış. Ondan sonra biz Gəncəyə də getdik, gördük ki, yəni bunlar heç bizi görmək belə istəmir. Sanki burada qəsd işi var, mən onu tanımıram, o Akstafanın Eynalı kəndindən, mən Tovuzdan, nə bir-birimizlə heç bir ədavətimiz yoxdur. Bu işdən bir qədər sonra bunlarda bizə qarşı agresiya yarandı. Burada Kərim müəllim deyilən şəxs, bir də ki, Elvin adında bir şəxs mənim ağsaqqallarım onlara xəstələrin evinə getdiyi zaman söhbət eləməyə, bunlar dedi birbaşa Saloğlu şirkətinə gedəcəksiniz. Mən qohumlarım getdiyi üçün onlar bu 80 minlik
bu kağızı bizə verdi ki, 80 minimizi bizə ver. Bu kağızı sizə kim təqdim elədi ana? Bunu mənim böyüklərim getmişdi. Kərim müəllimdən Elvin müəllim təqdim edibdi. Hə, hətta xəstələrimizin qohumları qaldı kənarda və Kərim müəllimlə Elvin müəllim sizə təqdim elədi bu sənəti. Bəli, mənim qohumlarıma təqdim elədi. Aha. Bunlar yəni dediklərinə görə bu xərci bu xəstələrə çəkib. Ancaq biz bunları yoxlatdıq. Kərim müəllim çəkib o xərci. Bəli. Çünki o xəstənin birinin Və siz yoldaşı. Kərim müəllimdən tələb elədinizmi? O xəstələrə çəkən zaman, o pulları xərclədiyi zaman onların çekini tələb elədinizmi? Çek bizə vermədilər. Bizə Sadəcə bunu göstəriş verdilər, bunu belə göstəriş verdilər. Bir də belə kağızlar verdilər bizə. Aha, buyurun. Bundan sonra biz ərzəmizi Hə, hətta 80 min pul bəli, istədilər. 80 min pul istədilər. Ərzəmizi geri çəkək, şikayətimizi geri çəkək. Aha. Mənim imkanım olmadığı üçün bunlar istədiyi məbləği mən yəni ödəyə bilmərəm. Yəni mənim o qədər 80 minlik imkanım yoxdur ki, qarşı tərəfə mən pul ödəyəm. Bunlar bizdən 80 min pul istədi ki, 80 min qarşılığında biz ərzəmizi geri çəkə bilərik. Aha. Biz də bunu yoxlatdıq. Nədir? Bunlar zaten öz ərizələrində bildirib ki, bizim xəstələrimizin heç bir problemi yox idi, heç bir xəstəlik olmayıbdı. Yəni mən də maraqlandım bunların yazdığı bu dərmanlarla əlaqədar. Kimə göstərdim, hər kəs mənə dedi ki, bu onkoloji qan xəstəsi üçün alınan dərmanlardır. Hə, hətta xəstəmizin biri onkoloji xəstəymiş. Bəli, onkoloji xəstəymiş. Bundan sonra heç nə, yəni mənim imkanım olmadığı üçün sakit durdum. Məhkəməmdən bizə kağız gəldi. İbrahim müəllimə. Bəli, məhkəmədən kağız gəldi. Biz də vəkilimizi yeni tutduğumuz üçün vəkilimiz Gəncə Ağır Cinayətlər Məhkəməsinə yəni orada dedi ki, mən yeni təyin olmuşam, işlə tanış olmalıyam. Vəsadətini yollamışdır oraya. İşlə tanış olmaq üçün hətta məhkəmədən vaxt tələb elədi. Bəli, vaxt tələb elədi. Bəli. Ki, order göndərmişdi, vaxt tələb elədi. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakimlər İbişov İlkin İlqaroğlu, Məmmədzadə Mikail Marifoğlu, Məmmədov Abdullah, Elşad oğlu. Bundan tuturam üzümü Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev cənablarına, onun xanımı Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Hüquq Şurasına, bütün media nümayəndələrinə və jurnalistlərimizə mənim bir ana kimi səsimi bütün dünyaya duyurun. Mənə köməklik eləsinlər. Haqsızlığa uğradığımız üçün. Çünki vəkilimiz məhkəməyə order göndərir və xahiş edir ki, mən işlə yeni tanış olmuşam. İşə yeni daxil oldu və vaxt istədi. Məhkəmədən vaxt tələb elədi. Məhkəmədən vaxt tələb elədi. Aha, buyurun ona. Yəni işdə yeni olduğu üçün bizim təzə vəkilimiz məhkəməyə order göndərdi və xahiş etdi ki, işlə yeni tanış olduğum üçün, işə yeni daxil olduğum üçün məhkəmədən vaxt istədi. Vəkilimizin xahişi nəzərə alınmadı. Məhkəmə oldu. Aha. Ayın 5-i günü. Bəli. O məhkəmədə vəkilimiz iştirak elədi mi ana? Yox, vəkilim iştirak eləmədi. Vəkilim iştirak eləmədiyi halda mənim oğlumu həbs etdilər. Hakim nə vəsadəti dinlədi, nə orderi məhəl qoydu. Qanunsuz şəkildə həbs verildi. Mənim oğluma həbs verdilər, bəli. Çox xahiş edirəm, mənə köməklik edin. Yəni ki, mənim bir anayam, kimsəsiz bir ana kimi bir də yoldaşı var. Çox xahiş edirəm.
mənim evladıma köməklik eləsiniz, bizə köməklik eləsiniz. Mənim uşağımın həyatı təhlükə altındadır. Hakimsiz, hakim qanunsuz qərar çıxartdı. Məhkəmə nə vəkili dinlədi, nə çıxardığı orderə məhəl qoydu. Qanunsuz oğlumu həbsə göndərdi. Məhkəmə qanunsuz şəkildə mənim oğluma həbs verir. Nəyə görə verir, niyə verir, vəkilsiz biz onu başa düşmədik. Xahiş edirəm, hakimin qanunsuz çıxartdığı qərarı ləğv eləyəsiniz. Mənə köməklik eləyəsiniz. Çox xahiş edirəm hər kəsdən.